Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Bir müddətdir bəzi səbəblərdən dolayı, səbəblər dediyimizdə texniki problemlərdən dolayı videolar çəkə bilmirdik, amma şükürlər olsun ki, həmən problemi aradan qaldırmışıq. Artıq yeni bir planşetlə sizin qarşınızdayım. İnşallah daha gözəl videolar, daha keyfiyyətli videolar gələcək. Sadəcə nə etmək lazımdır? Sadəcə dəstək olmaq lazımdır, abunə olmaq və videonu bəyənmək lazımdır. Vəssalam. Yeri gəlmişkən bir də planşetə xeyirli olsun ifadələrinizə şərhlər bölməsində yaza bilərsiniz. Söhbəti çox uzatmayaq, başlayaq cismin kinetik enerjisi mövzusuyla. Birinci sualda. Kinetik enerjinin vahidi hansıdır? Digər enerjilər kimi kinetik enerjinin də vahidi jouldur. Yəni biz bilirik ki, enerji vahidi joule qəbul olunub, kinetik enerjinin də vahidi bu səbəbdən dolayı nədir? Jouldur. İkinci suala baxaq. Qapalı sistemdə cisimlər qarşılıqlı təsir zamanı V2 bərabərdir 3V1 sürətlərini alırlarsa, onların kinetik enerjilərinin nisbətini hesablayın. Qapalı sistem sözü işlədirsə, biz bilməliyik ki, burada bizə impulsların qorunacağını, yəni impulsun sabit olacağını demək istəyir. Qapalı sistemdə impuls saxlanılır. İmpulsun saxlanma qanunu da odur ki, sistemin başlanğıcda impulsu nə qədərdirsə, sondakı impulsu da o qədər olacaqdır. Başlanğıc impulsa P1, son impulsa P2 desək, P1 P2-yə bərabər olmalıdır. İndi baxırıq. İmpuls əgər sabitdirsə, impuls saxlanılırsa, o zaman biz kinetik enerjilərin nisbətini tapmaq istəyiriksə, kinetik enerjinin impuls və sürətlə əlaqəli düsturunu yazmalıyıq. Bəs bu düstur necə idi? Kinetik enerjinin impuls və sürətlə əlaqəli düsturu Y bərabərdir P vurulsun V bölünsün 2 şəklindədir. P burada impulsdur, V sürətdir, 2 də zaten məxrəcdə var. Yazıram o zaman Y bərabərdir. Nə ilə mütənasibdir? Yaza bilərik. Y mütənasibdir. Burada sürətlə mütənasib olduğunu görürük. O zaman biz deyə bilərik ki, kinetik enerji sürətlə mütənasibdir. Yəni, bizdən Y2 bölü Y1 nisbətini soruşur. Y2 bölü Y1 nisbəti bərabərdir. Sürətlərlə mütənasib olduğu üçün V2 bölü V1. Bizə burada V2-yi 3V1 verib. Bunların da nisbətini tapsaq, yəni V2-nin yerinə 3V1 yazsaq, 3V1-i də V1-ə bölsək, cavabımız 3 olar. Yəni, sualımızın cavabı B variantıdır deyə bilərik. Davam edirik 3-cü sualda. Diaqramdakı hansı nöqtəyə impulsun ən böyük qiyməti uyğundur? Bir dəqiqə. Deməli, bizə kinetik enerji verilib və bizə kütlə verilib. Biz isə impulsun böyük qiymətini axtarırıq. İmpulsun düsturu necədir? P bərabərdir. Daha doğrusu kinetik enerji yazsaq, YK bərabərdir. P vurulsun V bölünsün 2. Bizə lazımdır buradan impulsun böyük qiyməti. Bir də burada kütlə verilib. O zaman PV bölü 2 düsturunu yox, YK bərabərdir. P'nin kvadratı bölü 2M düsturunu yazmaq daha yaxşı olar. Gəlin buradan impulsu tapaq. P'nin kvadratı bərabərdir 2M-lə YK vurulur. Yazıram 2M vurulsun YK. Bəs impulsun özünü tapmaq istəsək, impulsun özü bərabərdir. Kvadrat olduğu üçün kök altına alırıq. Kök altında 2M YK olur. Burada görürük ki, impuls həm kütlə ilə, həm də kinetik enerji ilə mütənasibdir. Yəni, bu deməkdir ki, həm kütlə böyük olmalıdır, həm də kinetik enerji böyük olmalıdır. O zaman biz hər ikisinin böyük olduğu nöqtəni axtarırıq. Kinetik enerjinin böyük olduğu və kütlənin böyük olduğu nöqtə hansı nöqtədir? 3 nöqtəsidir. Deməli, sualımızın cavabı 3 olmalıdır. Baxırıq, görürük ki, 3 harda verilib. Deməli, 3 verilib D variantında. Sualımızın cavabı D variantıdır. 4-cü sualla davam edirik. Diaqramdakı hansı nöqtəyə impulsun ən böyük qiyməti uyğundur? Baxıram ki, kinetik enerji verilib, sürət verilib. O zaman biz kinetik enerji, sürət və impuls arasında əlaqə düsturunu yazmalıyıq. Kinetik enerji bərabərdir. İmpuls vurulsun sürət bölünsün 2. PV bölü 2. Bizə lazımdır burada impuls. O zaman yazıram P bərabərdir. V-ni məxrəcdə yazıram. 2 YK-nı da yazıram kəsirin surətində. İndi bizə nə lazımdır? Bizə lazımdır ki, impulsun böyük qiyməti olsun. İmpulsun böyük olması üçün kinetik enerji böyük olmalıdır. Sürət isə kiçik olmalıdır.
Kinetik enerjinin böyük olduğu, sürətin kiçik olduğu. Kinetik enerjinin böyük olduğu nöqtə 2 nöqtəsidir. Eyni zamanda 2 nöqtəsində sürət kiçikdir. O zaman sualımızın cevabı A variantıdır deyə bilərik. Deməli, buradan qırmızı rəngi seçək. Deyəsən seçə bilmədik. Qırmızını seçək. Hazır deyək və davam edək. Neçənci sualla? 5-ci sualla. Diaqramdakı hansı nöqtəyə impulsun ən kiçik qiyməti uyğundur? Görürsünüz ki, kinetik enerji var, kütlə var. O zaman kinetik enerji, kütlə və impuls arasında əlaqə düsturunu yazmalıyıq. Yazıram, kinetik enerji bərabərdir. İmpulsun kvadratı bölünsün 2m. Buradan bizə impuls lazım olduğu üçün P bərabərdir. Kök altında 2m vurulsun yk yaza bilərik. Bax, bu düsturu daha əvvəldə yazmışdıq. Buradan yenə deyirik ki, kinetik enerjinin biz böyük, daha doğrusu impulsun kiçik olmasını istəyiriksə, kütlə də kinetik enerjidə kiçik olmalıdır. Hər ikisinin kiçik olduğu nöqtə bir nöqtəsidir. Bax, bir nöqtəsində kinetik enerji də kiçikdir, kütlə də kiçikdir. O zaman bir nöqtəsində impulsun qiyməti ən kiçikdir. Ona görə də sualımızın cevabı Y variantı olmalıdır. 6-cı sualda diaqramdakı hansı nöqtəyə impulsun ən kiçik qiyməti uyğundur? Bax, burada fikir verin. Kinetik enerji var, sürət var. Bizdən isə impuls istəyir. O zaman bunların arasındakı əlaqə düsturunu yazıram. YK bərabərdir. P vurulsun V bölünsün 2. Bizə lazımdır impuls, yəni P bərabərdir. V'ni məxrəcdə yazıram. 2 YK-nı da yazıram kəsrin surətində. Bizdən nə istəyir? Bizdən istəyir ki, impuls kiçik olsun. İmpulsun kiçik olmasını istəyiriksə, kəsrin surəti kiçik olmalıdır, məxrəci isə böyük olmalıdır. Yəni kinetik enerjinin kiçik, sürətin isə böyük olduğu yeri axtarırıq. Kinetik enerjinin kiçik, sürətin isə böyük olduğu nöqtə 4 nöqtəsidir. O zaman sualımızın cevabı B variantıdır deyirik və 7-ci sualla davam edirik. Hansı qrafik verilmiş kütləli cismin kinetik enerjisinin onun sürətindən asıllıq grafikidir? Verilmiş kütləli cismin kinetik enerjisinin sürətindən asıllığı. Yazıram, YK bərabərdir. Deməli, kütlə olmalıdır düsturda, sürət olmalıdır. Yəni, bu düsturumuz mv kvadratı bölü 2'dir. Həmən bu düsturdan görürük ki, cismin kinetik enerjisi sürətin kvadratı ilə mütənasibdir. Yəni, kvadratik asıllıq olmalıdır. Kvadratik asıllıq da burada Y variantında verilmiştir. 8-ci sualda kökdə 2MYK ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Bunu bayaq yazmışdıq. İmpulsudur. P bərabərdir kök altında 2MYK. Hemen sualımızın cevabı impuls olmalıdır, yəni Y variantıdır. 9-cu sualda P kvadratı bölünsün 2YK ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yazıram, P'nin kvadratı bölünsün 2YK. Yadımızdadırsa, kinetik enerjinin bax bir düsturunu yazmışdıq. YK bərabərdir P'nin kvadratı bölü 2M. Deməli, həmən bu YK'nın yerinə biz P'nin kvadratı bölü 2M yazmalıyıq. Kəsrin surətindəki P'nin kvadratını saxlayıram. Məxrəcdəki 2'ni olduğu kimi yazıram. Kinetik enerjinin yerinə isə yazıram P'nin kvadratı bölünsün 2M. Buradaki P kvadratları gedərmi? 2'lər gedərmi? Geriyə nə qalar? Geriyə bir dənə M qalar. M də kütlədir. Sualın cevabı A variantıdır. Davam edirik 10-cu sualla. Kök altında 2YK bölü M ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur deyə bizdən soruşub. Baxaq görək. Deməli yazıram kök altında 2 YK'nın yerinə, yəni kinetik enerjinin yerinə MV kvadratı bölü 2 yaza bilərəmmi? Təbii ki yaza bilərəm. Bu məxrəcdəki kütləni də olduğu kimi məxrəcdə yazıram. Bu da bərabərdir. M'ləri apardıq, 2'ləri apardıq. V kvadratı kökdən, bax kök altında V kvadratıdır. Bu da kökdən V şəklində çıxır. V də bildiyimiz kimi sürətdir. Yəni sualın cevabı D variantı olmalıdır. 11-ci sualda R radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə M kütləli cismin kinetik enerjisi hansı ifadə ilə təyin olunur? Yazıram, kinetik enerji bərabərdir mv kvadratı bölü 2. Bu da bərabərdir. M bölü 2'ni saxlayaq. Bunu saxladım. V'nin kvadratı yerinə, bax, V'nin çevrədə sürətin düsturu necə idi? V bərabərdir 2 pi n idi axı. Bax, bu V'nin kvadratı yerinə isə bunun kvadratını yazmaq lazımdır. Yəni 4 pi kvadratı, n kvadratı, bir də r kvadratı.
Bu da bərabərdir. 4 ilə 2-ni aparsaq, geriyə bir dənə 2 qalar. 2 vurulsun pi kvadratı, n kvadratı, r kvadratı, bir dənə də m var. Vəssalam, sualımızın cavabı B variantıdır. Davam edirik 12 ilə. Joule vurulsun kilogram ifadəsi hansı fizik əməliyyatın vahidinə uyğundur? Joule'un açılışı əsas vahidlərlə ifadəsi belədir. Kilogram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Kök altı yazıb kök altını unutmayaq. Vurulsun. Bu kilogramı da olduğu kimi yanında yazıram. Kilogramı kilograma vuranda, kök altını yenə yazaq, kilogramın kvadratı olur da, düzdürmü? Metrin kvadratı və saniyənin kvadratını da olduğu yerlərdə yazıram. Bunu da kök altından çıxartsaq, kilogram vurulsun metr bölünsün saniyə alınır. Kilogram vur metr bölü saniyə isə impulsun vahidinə uyğundur. Yəni sualın cavabı C variantıdır. 13-cü sualla davam edirik. Joule vurulsun saniyə kvadratı bölü metrin kvadratı ifadəsi hansı fizik əməliyyatın vahidinə uyğundur? Joule'un əsas vahidlərlə ifadəsi kilogram vurulsun metrin kvadratı bölü saniyənin kvadratı şəklindədir. Bunu Joule'un yerinə yazdıq. Bəs geriyə nə qaldı? Saniyə kvadratı və metr kvadratı qaldı. Onları da olduğu kimi yazaq. Saniyə kvadratı yuxarıda, metrin kvadratı isə məxrəcdə. Saniyə kvadratları gedər, metrin kvadratları gedər. Geriyə bir dənə kilogram qalır. Kilogram da kütlənin vahidinə uyğundur. 14-cü sualda. Joule vurulsun saniyə bölünsün metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Joule'un əsas vahidlərlə ifadəsini yenə yazıram. Kilogram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Bunu Joule'un yerinə yazdıq. Geriyə də burada saniyə və metr var. Onları da olduğu kimi yazıram. Bərabərdir. Metrin kvadratı ilə metr gedər. Bir dənə metr qalar. Kilogramı yazdım. Metri yazdım. Saniyə ilə saniyə kvadratı getsə məxrəcdə bir dənə saniyə qalar. Kilogram vurulsun metr bölü saniyə impulsun vahidinə uyğundur. 15-ci sualda. Kök altında joule bölü kilogram ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Kök altını yazıram. Joule'un yerinə yazıram. Kilogram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Məxrəcdəki kilogramı da məxrəcə yazıram. Bu da bərabərdir. Kilogramlar gedər. Metrin kvadratı bölü saniyə kvadratı kök altındadır. Kök altında metrin kvadratı bölü saniyə kvadratından da kök metr bölü saniyə çıxar. Metr bölü saniyə isə sürətin vahidinə uyğundur. Yəni sualımızın cavabı C variantıdır. 16-cı sualda. Hansı halda cismin impulsu dəyişir, lakin kinetik enerjisi sabit qalır? Deməli, impuls dəyişir. İmpulsun dəyişməsi üçün belə deyək ki, impuls necə kəmiyyətdir? Vektorial kəmiyyətdir. Vektorial kəmiyyət olduğu üçün çevrə üzrə bərabər sürətli hərəkətdə, təsəvvür edin ki, çevrə üzrə bərabər sürətli hərəkətdir, impuls bir növbədə bu tərəfə yönəlir. Sonra aşağı yönələ bilər, sonra sola yönələ bilər, sonra yuxarı doğru yönələ bilər. Yəni impuls vektorial kəmiyyət olduğu üçün impuls çevrə üzrə hərəkətdə dəyişir. Amma kinetik enerji skalyardır. Kinetik enerji skalyar olduğu üçün o dəyişmir. O zaman sualımızın cavabı çevrə üzrə bərabər sürətli hərəkət olmalıdır. Və biz davam edirik 17-ci sualla. Hansı qrafik düz xətli bərabər sürətlə hərəkət edən cismin kinetik enerjisinin zamandan asıllığına uyğundur? Düz xətli bərabər sürətli hərəkətdirsə sürət dəyişmir. Kinetik enerjinin düsturunu yazıram. YK bərabərdir mv kvadratı bölü 2. Düz xətli bərabər sürətli hərəkətdə sürət sabitdir. Sürət sabit olan yerdə kinetik enerji sabit olmalıdır. Yəni kinetik enerji zamana görə dəyişməməlidir. Bu səbəbdən dolayı da sualın cavabı A variantıdır. Davam edirik 18-ci sualda. Hərəkət tənlikləri verilmiş 5 cisimdən hansının kinetik enerjisi dəyişmir? Kinetik enerjinin düsturunu yazıram. YK bərabərdir mv kvadratı bölünsün 2. Kinetik enerjinin dəyişməməsi üçün sürətin sabit qalması lazımdır. Sürət isə düzxətli bərabər sürətli hərəkətdə sabit qalır. Düzxətli bərabər sürətli hərəkət burada Y variantında verilib. Bax, burada kvadrat var, kvadrat var, kvadrat var, kvadrat var. Bunların hamısı bərabər təcilli hərəkətin nümunədir. Düzxətli bərabər sürətli hərəkət olan Y variantıdır. Y variantında sürət dəyişmir. Sürət dəyişmədiyi üçün kinetik enerji də sabit qalır. Baxırıq 19-cu suala. Hərəkət tənlikləri verilmiş 5 cisimdən hansının kinetik enerjisi dəyişmir? Yenə də biz düzxətli bərabər sürətli hərəkət götürməliyik. O da A variantına verilib. Geri qalan hərəkətlər bərabər təcilli hərəkətlərdir. 20-ci sualda.
Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda cismin kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır? Newtonun birinci qanununa əsasən biz bilirik ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olarsa, cisim düzxətli bərabər sürətlə hərəkət edər ya da sükunətdə qalar. Burada sükunət verilib, düzxətli bərabər sürətlə hərəkət olsaydı o da doğru olardı. Sükunət verilib, sükunət doğrudur. 21-ci sualda cismə təsir edən qüvvələrin əvəzləyicisinin sıfıra bərabər olduqda, yenə də bax, qüvvələrin əvəzləyicisi sıfıra bərabər olarsa, cisim düzxətli bərabər sürətlə hərəkət edər ya da sükunətdə qalar. 20-ci sualda sükunət var idi, burada isə düzxətli bərabər sürətli hərəkət var. Ona görə sualın cavabı A variantıdır. Davam edirik 22-ci sualla. Şaquli yuxarı atılmış cismin kinetik enerjisi 20 joule azalarsa, potensial enerjisi necə dəyişər? Enerjinin saxlanma qanununa əsasən kinetik enerji azalan zaman potensial enerji artır. Yəni kinetik enerji 20 joule azalıbsa, potensial enerji 20 joule artmalıdır. 23-cü sualda verilmiş kütləli cismin sürəti 4 dəfə azaldıqda kinetik enerjisi necə dəyişər? Kinetik enerji bərabərdir m vurulsun v-nin kvadratı bölünsün 2. Bax, bu düstura əsasən deyirik ki, sürət əgər 4 dəfə azalarsa, 4-ün kvadratı 16-dır. Yəni kinetik enerji 16 dəfə azalar. 24-də verilmiş kütləli cismin sürəti 4 dəfə artdıqda onun kinetik enerjisi necə dəyişər? Kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Burada deyir ki, sürət 4 dəfə artsın. Sürət 4 dəfə artsa, kinetik enerji 16 dəfə artar. Çünki 4-ün kvadratı 16-dır. Bu səbəbdən dolayı da sualın cavabı D variantıdır. 25-də verilmiş kütləli cismin impulsunu 3 dəfə azaltdıqda kinetik enerjisi necə dəyişər? Deməli, bizə burada impuls verilib. Kinetik enerjini soruşur. Kinetik enerjinin impuls və kütlə ilə əlaqəli düsturunu yazıram. Kinetik enerji bərabərdir impulsun kvadratı bölünsün 2m. Bax, burada bizə deyir ki, impulsu 3 dəfə azalt. Impuls 3 dəfə azalarsa, kinetik enerji 3-ün kvadratı, yəni 9 dəfə azalar. Ona görə də sualın cavabı A variantı olmuş olar. 26-cı sualda verilmiş kütləli cismin impulsunu 3 dəfə artırdıqda kinetik enerjisi necə dəyişər? Kinetik enerji bərabərdir, yenə də impuls dediyi üçün P-nin kvadratı bölü 2m yazırıq. Burada əgər impuls 3 dəfə artırsa, 3-ün kvadratı 9-dur. Yəni kinetik enerji 9 dəfə artar. Hərəkət tənlikləri verilmiş eyni kütləli 5 cisimdən hansının kinetik enerjisi ən kiçikdir? Kinetik enerjinin kiçik olması üçün sürətin kiçik olması lazımdır. Çünki kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Kinetik enerjini kiçik istəyiriksə, sürət də kiçik olmalıdır. Sürət isə t-nin qarşısında duran qiymətdir. Hardan bilirik biz bunu? X bərabərdir x0 üstəgəl vt-dən. Bax, t-nin qarşısında duran qiymət sürətdir. Sürətin kiçik olmasını istəyiriksə, t-nin qarşısı kiçik olmalıdır. T-nin əmsalı ən kiçik olan burada C variantında verilib. C variantında t-nin qarşısında 6-dır. O birisilər 10, 20, 8, 12 bunların hamısı böyükdür. 28-ci sualda hərəkət tənlikləri verilmiş eyni kütləli 5 cisimdən hansının kinetik enerjisi daha böyükdür? Kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Əgər biz kinetik enerjinin böyük olmasını istəyiriksə, o zaman sürətin böyük olması lazımdır. Sürətin böyük olması üçün də t-nin qarşısı ən böyük olmalıdır. T-nin qarşısının ən böyük olduğunda C variantında görürük. 5, 8, 6, 4 bunlar kiçikdir. 10 bunların arasında ən böyükdür. 29-da verilmiş kütləli cismin kinetik enerjisinin onun impulsundan asılılıq qrafiki hansıdır? Kinetik enerjinin impulsla əlaqəli düsturu YK bərabərdir P-nin kvadratı bölü 2. Deməli, burada kinetik enerji impulsun kvadratı ilə asılıdır. Kvadratik asılılıq C variantına verilmişdir. Fikirləşə bilərsiniz ki, müəllim, kinetik enerjinin axı PV bölü 2 düsturu da var. Yəni, burada da impuls var. Bəs bunu niyə yazmırıq? Bunu yazmamağımızın səbəbinin bizim məsələnin şərtində verilmiş kütləli sözü işlətməsidir. Yəni, kütləni sabit olsun deyir. Kütlə düsturda mütləq olsun deyir. Ona görə P kvadratı bölü 2m yazırıq, PV bölü 2-ni isə yazmırıq. Səhv düsturdur mu? Xeyr, düstur doğrudur. Amma niyə bunu yazırıq? Çünki bizə məsələnin şərti kütlə sözünü işlətmişdi. Bu səbəbdən dolayı da P kvadratı bölü 2m yazırıq. 30-cu sualda kütləsi 3 kiloqram, kinetik enerjisi 24 joule olan cismin sürətini hesablayın. Aha. Kinetik enerjinin düsturu YK bərabərdir mv kvadratı bölü 2-dir. Biz buradan sürəti hesablamaq istəsək, V bərabərdir kök altında 2YK bölü M yaza bilərik. Bu da bərabərdir kök altında 2 vurulsun, kinetik enerjinin qiyməti 24-dür. 24 bölünsün, kütlənin qiyməti isə 3-dür. Bu da bərabərdir
2'ni 24'e vuranda 48. 48'i 3'e böləndə isə 16 qalır. Kök altında 16'dan isə 4 çıxır. Deməli cismin sürəti 4 metr bölü saniyədir. Növbəti suala baxaq. Kütləsi 2 kilogram, kinetik enerjisi 36 joule olan cismin sürətini hesablayın. Kütlə verilib, kinetik enerji verilib, sürəti istəyir. YK bərabərdir, mv kvadratı bölünsün 2. Bizə buradan sürət lazımdırsa, v bərabərdir, kök altında 2 YK bölünsün m. Bu da bərabərdir, kök altında 2 vurulsun, kinetik enerjinin qiyməti 36'dır. Kütlənin qiyməti isə 2'dir. Kök altında 2 YK bölü m. Kütləsini verib, kinetik enerjisini verib, sürətini istəyir. Kökdə 2 YK bölünsün m. Düz yazmışıq. 2'ni 36'ya vuranda 72. Yox, kütlənin yerinə niyə 4 yazmışıq? Axı kütlənin qiyməti bizə 2 verilib. Burada 2'dir. 2 ilə 2 gedəndən sonra kök altında 36 qalır. Kökdə 36'dan da kök 6 çıxır. Yəni sualın cavabı B variantı olmuş olur. Növbəti sualla davam edirik. Sürəti 5 metr bölü saniyə, kinetik enerjisi 20 joule olan cismin impulsunu hesablayın. Kinetik enerjinin düsturu YK bərabərdir. Burada sürət var, kinetik enerji var. O zaman kinetik enerjinin sürət və impulsla əlaqəli düsturunu yazırıq. Yəni PV bölü 2. Bizə lazımdır burada impulsu hesablamaq, yəni P-ni hesablamaq. P bərabərdir. V-ni məxrəcdə yazaram, 2 YK-nı da yazaram kəsrin surətində. Buradan P bərabərdir. Kök altında 2 vurulsun. Kinetik enerjinin qiyməti 20, sürətin qiyməti isə 5. Kök niyə yazdıq? Kök yoxdur burada. Kök burada yoxdur. Bunu yazmağa gerek yoxdur. Bu da bərabərdir. 2'ni 20'ye vurarıq 40. 40'ı da 5'e bölərik 8. Sualın cevabı olar A variantı. 33. sualda. İmpulsu 6, kinetik enerjisi 30 olan cismin sürətini hesablayın. YK bərabərdir. PV bölünsün 2. Buradan bizə lazımdır sürət, yəni V bərabərdir. P'ni burada yazdım. 2 YK'nı da yazdım yuxarıda. Buradan V bərabərdir. 2 vurulsun. Kinetik enerjinin qiyməti 30. İmpulsun qiyməti isə 6. Bu da bərabərdir. 2'ni 30'a vurduq. 60. 60'ı 6'ya böldük. 10 oldu. Sualın cevabı da D variantıdır deyə bilərik. Cismin impulsunun proyeksiyasının zamandan asılı qrafiki göstərilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? Qrafikə əsasən görürük ki, impuls sabitdir. İmpuls əgər sabitdirsə, o zaman biz sürətin də sabit olduğunu deyə bilərik. Düzxətli hərəkət olduğu üçün bu düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmuş olur. Ona görə də sualın cavabı Y variantıdır. 35'də müxtəlif hündürlükdən sərbəst düşən bərabər kütləli kürələrin hansının yer səthinə çatan andakı kinetik enerjisi ən böyükdür? Burada elə bil ki, deyir ki, bərabər kütləli. Kütlələr bərabər olsun. Kinetik enerjinin böyük olmasını istəyir. YK bərabərdir. MV kvadratı bölü 2 yazırıq. Kütlələr eyni olduğu üçün biz sürətə baxırıq. Sürət hansında daha böyük olar? Sərbəst düşən cismin sürəti V bərabərdir. Kök altında 2GH düsturu ilə hesablanır. Yəni sürətin böyük olmasını istəyiriksə, hündürlüyün böyük olması lazımdır. Hündürlük ən böyük hardadır? 5'də. Deməli 5'də ən böyük sürətlə yerə çatacaq. Ona görə də kinetik enerjisi də ən böyük olacaqdır. Davam edirik 36. sualla. Verilmiş kütləli cismin impulsu 100% artarsa kinetik enerjisi necə dəyişər? 100% artma. Faiz artma ümumiyyətlə belə tapılır. 100 üstəgəl n bölünsün 100. Məsələn, tutalım ki, 50% artma deyirsə, n'in yerinə 50 yazırsınız. Burada 100% artma deyir. Ona görə n'in yerinə 100 yazacağıq. Yəni 100 üstəgəl 100 bölünsün 100. Bu da eləyir 2. Deməli, impuls 2 dəfə artırmış. İndi kinetik enerjiyə baxaq. Kinetik enerjinin düsturu P'nin kvadratı bölünsün 2m şəklindədir. Əgər verilmiş kütləli cismin impulsu 2 dəfə artırsa, o zaman kinetik enerjisi 4 dəfə artmalıdır. Çünki kvadratı ilə asılıdır. Kvadratı ilə mütənasibdir. Sualın cavabı buna görə də 4 dəfə artar olmalıdır. 37. sualda verilmiş kütləli cismin impulsu 2 dəfə artdıqda kinetik enerjisi necə dəyişər? Kinetik enerjinin düsturu P'nin kvadratı bölünsün 2m şəklindədir. Əgər impulsu 2 dəfə artırırıqsa, 2'nin kvadratı 4'dür. Yəni kinetik enerji 4 dəfə artar.
Bəs 4 dəfə artmaq neçə faiz artmaqdır? Bayaq yazdığımız düsturdan, bax bu düsturdan istifadə edərək deyə bilərsiniz ki, 4 dəfə artmaq 300% artmaq deməkdir. Yəni 100 üstəgəl 300 bölünsün 100. Bu neçə eləyir? 4 eləyir. Deməli 300% artma 4 dəfə artma deməkdir. 38-ci sualda OX oxu üzrə hərəkət edən və kütləsi 2 kiloqram olan maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Maddi nöqtənin ilk 10 saniyə ərzində kinetik enerjisinin dəyişməsini hesablayın. İlk növbədə sürəti 20-dir. 20-dən 0-a düşüb. Bax, bu 0 olduğu nöqtədə kinetik enerjisi 0-dır. Burada 0-dır. Bəs burada kinetik enerjisi nə qədərdir? Bunu hesablayaq. YK bərabərdir. Kütlənin qiyməti 2-dir. Yazıram 2 vurulsun V-nin kvadratı. Düstur belə deyilmi? MV kvadratı bölünsün 2. Yazdım 2 vurulsun V-nin kvadratı. Yəni 20-nin kvadratı bölünsün 2. Bu da eləyir 400. Başlanğıcda 400 imiş. Sonda gəlib 0-a düşüb. Deməli, dəyişmə nə qədərdir? Mənfi 400-dür. Çünki azalma var burada. Ona görə mənfi 400-ü seçirik. 39-da OX oxu üzrə hərəkət edən və kütləsi 1 kiloqram olan maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Maddi nöqtənin ilk 8 saniyə müddətində kinetik enerjisinin dəyişməsini hesablayın. Yenə də bu 0 nöqtəsində kinetik enerjinin qiyməti 0-dır. Bəs burada nə qədərdir? Bunu hesablayaq. Kütlənin qiyməti 1, sürətin qiyməti 10 kvadrat eləyir 100. Bölünsün 2. Bu da eləyir 50. 50-dən neçəyə gəlib? Bax, burada 50 oldu. Burada isə 0-dır. 50-dən 0-a gəlib. Deməli, yenə azalıb. Azalma varsa mənfi 50 olmalıdır sualın cavabı. 40-cı sualda radiusu 40 cm olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin kinetik enerjisi 32 joule-dursa ona təsir edən əvəzləyici qüvvə nə qədərdir? Kinetik enerjinin əvəzləyici qüvvə və radiusla əlaqəli düsturu var. YK bərabərdir F vurulsun R bölünsün 2. Bizə lazımdır burada cismə təsir edən əvəzləyici qüvvə, yəni F bərabərdir. R-i məxrəcdə yazarıq, 2 YK-nı da yazarıq kəsrin surətində. Bu da bərabərdir 2 vurulsun. Kinetik enerjinin qiymətini 32 joule verib. Radiusun qiymətini isə 40 cm, yəni 0,4 metr verib. 2-ni 32-yə vursaq 64, 64-ü də 0,4-ə böləndə 160 Newton alınır sualın cavabı. 41-ci sualda sərbəst düşən cismin 3-cü saniyənin sonunda malik olduğu kinetik enerjisini hesablayın. V bərabərdir JT. Bu da bərabərdir. J-nin qiyməti 10, T-nin qiyməti 3. Buradan sürətin qiyməti 30 metr bölü saniyə alınır. Bizə lazımdır kinetik enerjini hesablamaq. YK bərabərdir MV kvadratı bölünsün 2 bərabərdir. Kütlənin qiyməti 2 kiloqram. 2 vurulsun. Sürətin qiymətini 30 tapdıq. 30-un kvadratı 900-dür. Bölürəm 2-yə. 2-lər getdi. Qaldı geriyə 900. Deməli, sualımızın cavabı A variantıdır. 42-də 5 metr bölü saniyə sürətlə hərəkət edən 10 kiloqram kütləli cismin sürətini 3 dəfə artırmaq üçün kinetik enerjisini nə qədər artırmaq lazımdır? Sürət əgər 3 dəfə artırsa, o zaman kinetik enerji YK artmalıdır 9 dəfə. Çünki MV kvadratı bölü 2-dir. Yəni sürətinin kvadratı ilə mütənasibdir. Sürət əgər 3 dəfə artırsa, kinetik enerji 9 dəfə artır. İndi baxaq. Kinetik enerjinin başlanğıc qiyməti M vurulsun V-nin kvadratı bölünsün 2-dir. Kütlənin qiyməti başlanğıcda 10-dur. Yazıram 10 vurulsun. Sürətin başlanğıcda qiyməti 5-dir. 10 vurulsun 5-in kvadratı bölünsün 2. Bu da bərabərdir. 5, 5-in 25, 25-i 10-a vursaq 250, 250-nin yarısı 125 joule olur. 125 joule bu başlanğıcdadır. İndi neçə dəfə artıb? 9 dəfə artıb. 125-i 9 dəfə artıraq görək neçə olur? 125 vurulsun 9. 5 9-un 45, 4 yadda, 2 9-un 18, 4 də yadda. 18, 4, 22, 2 yadda, 9 1-in 9, 2 də yadda 11. 1125. 1125 bunun son qiymətidir. Başlanğıcda isə 125 idi. Nə qədər artma var burada? 1125-dən 125-i çıxarsız qalar 1000 joule. Sualın cavabı D variantıdır. 43-də 4 Newton qüvvənin təsiri ilə cisim 5 saniyə müddətində 40 joule kinetik enerji almışdır. Cismin kütləsi nə qədərdir? Biz bilirik ki, qüvvə ilə onun təsir müddəti hasilinə bərabər olan fiziki kəmiyyət impuls dəyişməsidir. Buradan
Qüvvənin qiyməti 4 Newton, zamanın qiyməti 5, 4'ü də 5'ə vurarıq, bu olar 20. Bu impulsun dəyişməsi 20'dir. İndi bizə lazımdır cismin kütləsi. Kinetik enerji var. O zaman yazıram YK bərabərdir. P'nin kvadratı bölü 2M. Buradan M bərabərdir. P'nin kvadratı bölünsün 2YK. P'nin qiymətini 20 tapdıq. Kvadratı 400'dür. Yazıram 400. Bölünsün 2 vurulsun. Kinetik enerjinin qiyməti isə 40 joule verilib. 40'ı da burada yazdım. 400'ü də 80'ə bölürük. Nəticədə sualımızın cavabı 5 kilogram alınır. 44'də qapalı sistemdə qarşılıqlı təsirdə olan cisimlərin kütlələri arasındakı münasibət M1 bərabərdir 5M2'dir. Onların kinetik enerjilərinin nisbətini hesablayın deyir bizə. Bu rəngi seçək, görək necədir bu rəng. Aha. Qapalı sistemdə impulslar bərabərdir gözəl insanlar. O zaman impuls və kütlə ilə əlaqəli kinetik enerji, impuls bir də kütlə. Yazırıq YK bərabərdir. P'nin kvadratı bölünsün 2M. Bax, bu düstura əsasən görürük ki, kinetik enerji kütlə ilə tərs asılıdır. Yəni biz Y1 bölü Y2 nisbətini tapmaq istəyiriksə, tərs mütənasib asılı olaraq M2 bölü M1'i tapmağımız lazımdır əslində. Bu da bərabərdir. M2'ni olduğu kimi saxladım. M1'in yerinə bunu yazdım. M2'lər getdi. Qaldı geriyə nə? Yuxarıda 1, aşağıda 5. Deməli, sualımızın cavabı 1 bölü 5 olmalıdır. 1 bölü 5. C variantı. Gəldik 45'ə. Kütləsi 10 kilogram olan cismin 40 Newton qüvvənin təsiri ilə 80 joule kinetik enerji almasına sərf olunan zamanı hesablayın. Kütləsi 10, kinetik enerji də 80. Belə deyə bilərik. Cismin impuls dəyişməsi delta P bərabərdir F vurulsun T şəklindədir. Eyni zamanda cismin impulsu P bərabərdir kök altında 2 M vurulsun YK düsturu ilə hesablanır. Bax, biz bu iki düsturu da bilirik. O zaman bunları gəlin bir-birinə bərabər edək. Kök altında 2 M YK bərabərdir F vurulsun T. Bizə nə lazımdır? Zamanı hesablayın deyir. T lazımdır bizə. T bərabərdir. F'i məxrəcdə yazaram. Kök altında 2M YK'nı da yazaram kəsrin surətində. Bu da bərabərdir. Kök altında 2 vurulsun. Kütlənin qiyməti 10 kilogram. Onu yazdım burada. Kinetik enerjinin qiyməti 80 joule. 80'i yazdım burada. Bölünsün. Qüvvənin qiyməti 40 Newton. 40'ı da yazdım burada. Bax, buranı hesablamaq lazımdır. Yuxarıdan elə bil ki 2'ni 10'a vursaq 20 olur. 20'ni də 80'a vursaq 1600 olur. 1600'dən kök çıxır 40. 40'ı da 40'a böləndə 1 saniyə alınır. Yəni sualın cavabı C variantıdır. 46. sualda. Dövrətmə periodunun sabit qiymətində çevrə üzrə hərəkət edən verilmiş cismin kinetik enerjisi 9 dəfə artırsa, çevrənin radiusu necə dəyişmişdir? Period sabitdir. O zaman periodla əlaqəli düstur yazmaq lazımdır. YK bərabərdir MV kvadratı bölünsün 2. Bu da bərabərdir. V'nin yerinə biz 2πr bölünsün T düsturundan istifadə edəcəyik. Çünki period sabitdir deyir. M vurulsun. V'nin yerinə yazıram 4pi kvadratı R kvadratı bölünsün T kvadratı. Məxrəcdəki bu 2'ni də unutmayaq. 2'ni də yazaq burada. İndi bizə nə deyir? Deyir ki, kinetik enerjisi 9 dəfə artıb. Kinetik enerjinin 9 dəfə artmasını istəyiriksə, çevrənin radiusunun 3 dəfə artması lazımdır. Çünki burada kvadrat var. 3'ün kvadratı 9 eləyir. Yəni radius 3 dəfə artmalıdır. O zaman sualımızın cavabı D variantı olmalıdır deyirik. Və 47. sualla davam edirik. Sərbəst düşən cismin kinetik enerjisinin düşmə müddətindən asılılıq qrafiki hansıdır? Kinetik enerjinin düsturu YK bərabərdir M vurulsun V'nin kvadratı bölünsün 2'dir. V'nin yerinə isə biz J vurulsun T yaza bilərik. O zaman kinetik enerjinin düsturu YK bərabərdir M vurulsun V'nin yerinə yazıram J'nin kvadratı T'nin kvadratı. Məxrəcdəki 2'ni də olduğu kimi saxlayırıq. Və bu düsturdan görürük ki, biz kinetik enerji zamanla kvadratik asıllıdır. Kvadratik asıllıq qrafiki də Y variantında verilmişdir. 48. sualda kökdə joule bölünsün kilogram vurulsun metr kvadratı ifadəsi hansı fizik kəmiyyətin vaydına uyğundur? Kök altını yazıram.
Joul'un yerinə yazıram kilogram vurulsun metrin kvadratı bölünsün saniyenin kvadratı. Bunu Joul'un yerinə yazdıq. Məxrəcdəki kilogram və metrik kvadratında olduğu kimi yazaq. Kök altındadır bu, bərabərdir. Kilogramlar getdi, metrin kvadratları getdi. Nə qaldı geriyə? Kök altında 1 bölü saniye kvadratı qaldı. 1 bölü saniye kvadratından da 1 bölü saniye çıxar. 1 bölü saniye isə tezliyin vahidinə uyğundur. Buna görə də sualımızın cavabı D variantıdır. 49-cu sualla davam edirik. Newton vurulsun saniyenin kvadratı bölünsün kilogram ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Yazıram Newton vurulsun saniye kvadratı bölünsün kilogram. Bərabərdir. Newtonun yerinə yaza bilərik. Kilogram vurulsun metr bölünsün saniye kvadratı. Newtonun yerinə bunu yazdıq. Bu saniyəni də olduğu kimi burada yazıram yenə və bunun kvadratı olduğunu unutmayaq. Bölünsün məxrəcdə də bir dənə kilogram var. Bu saniye ilə bu saniye kvadratı getsə bir dənə saniye qalar məxrəcdə. Onun da kvadratı var. Belə bir şey aldıq. Kilogram vurulsun metrik kilogramın kvadratıdır daha doğrusu. Kilogramı da kvadrata yüksəldik. Kilogram kvadratı vurulsun metrin kvadratı bölünsün saniyenin kvadratı. Bir dənə məxrəcdə kilogram var. Kilogramlar getdi. Qaldı geriyə kilogram vurulsun metrin kvadratı bölünsün saniyenin kvadratı. Bax bu vahid enerji vahididir. Yəni kinetik enerjinin vahidinə uyğundur. 50-ci sualda kütləsi 2 kilogram olan cismin sürətinin zamandan asılılığı bu şəkildədir. Hansı zaman anında kinetik enerji 121 joule olar? Kinetik enerjinin düsturu YK bərabərdir mv kvadratı bölünsün 2'dir. Kütle var, enerji var. Buradan biz ne tapa bilərik? Sürəti tapa bilərik. V bərabərdir kök altında 2YK bölünsün m. Bu da bərabərdir kök altında 2 vurulsun. Kinetik enerjinin qiyməti 121, kütlənin qiyməti də 2. 2'lər gedəndən sonra geriyə qalır kök altında 121, kök altında 121'dən isə 11 çıxır. Yəni sürətin qiyməti 11 metr bölü saniyedir. Bizə isə tənliyi bu şəkildə vermişdi. V bərabərdir 3 üstəgəl 2T bərabərdir 11. Buradan 2T bərabərdir 11'dən 3'ü çıxarıq 8 olar. Buradan T'ni tapsaq T bərabərdir 4 saniye olar. Yəni sualımızın cevabı Y variantıdır deyə bilərik. 51-ci sualda davam edirik. M kütləli cisim şaquli müstəvidə verilmiş radiuslu çevrə boyunca V sürəti ilə bərabər sürətlə hərəkət etdirilir. T bərabərdir T bölü 2 müddətində cismin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir? Çevrə üzrə bərabər sürətlə hərəkətdə biz bilirik ki, sürət sabitdir. Yəni sürətin modulu sabitdir. Sürətin qiyməti sabitdir. Sürətin qiyməti sabit olduğu üçün kinetik enerji də sabit qalır. Kinetik enerji sabit qaldığı üçün kinetik enerjinin dəyişməsi sıfıra bərabərdir. Yəni kinetik enerji dəyişmir. Kinetik enerji sabit qalır. Bu səbəbdən dolayı da sualımızın cavabı C variantı olmalıdır. Növbəti sualda M kütləli cisim şaquli müstəvidə verilmiş radiuslu çevrə boyunca V sürəti ilə bərabər sürətlə hərəkət etdirilir. 1/4 T müddətində cismin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir? Yenə də deyirəm, çevrə üzrə bərabər sürətlə hərəkətdə kinetik enerji dəyişmir. Bu səbəbdən dolayı da enerjinin dəyişməsi sıfıra bərabərdir deyə bilərik. 53-cü sualda şaquli yuxarı atılmış cismin qalxma müddətinin onun başlanğıc kinetik enerjisindən asılılıq qrafiki hansıdır? Qalxma müddəti üçün yaza bilərik. T qalxma bərabərdir V0 bölünsün J. Bizdən isə kinetik enerjiden asıllıq istəyir. O zaman biz kinetik enerjinin düsturunu yazsaq, başlanğıc kinetik enerji olduğu üçün biz buna Y0 yazaq məsələn. Y0 bərabərdir mV0 kvadratı bölünsün 2. İndi buradan V0'ı tapsaq, V0 bərabərdir kök altında 2YK bölü M yazarıq. Düzdürmü? Məncə düzdür. Buradan V0'ın yerinə həmən yazdığımız düsturu yazaq. O zaman T qalxma bərabərdir kök altında 2YK0. Yəni buna Y0 yazaq. Kök altında 2Y0 bölünsün M. Məxrəcdə də buradakı J var. Bu J'ni də məxrəcdə yazaq. Buradan görürük ki, qalxma müddəti kinetik enerjinin kökü ilə mütənasibdir. Yəni kök altı bir asıllıq var.
Kökaltı asıllıq qrafiki də burada C variantında verilmiştir. Bu səbəbdən dolayı da sualımızın cevabı C variantıdır. 54-cü sualda. Şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün onun başlanğıc kinetik enerjisindən asıllıq qrafiki hansıdır? Maksimal qalxma hündürlüyü H max bərabərdir V0'ın kvadratı bölünsün 2J yaza bilərik. Burada gəlin aşağını da yuxarını da M-ə vuraq. Nə alınar baxaq görək. MV0 kvadratı bölünsün 2 MJ alınar. Bax burada MV0 kvadratı bölünsün 2 kinetik enerjinin başlanğıc qiymətidir. O zaman düsturu təkrardan yazsam, maksimal qalxma hündürlüyü bərabərdir. Kinetik enerjinin başlanğıc qiyməti, yəni YK0 bölünsün məxrəcdə də MJ. Və biz bu düstur vasitəsilə görürük ki, maksimal qalxma hündürlüyü kinetik enerji ilə düz mütənasib asılıdır. Düz mütənasib asıllıq qrafiki də B variantında verilmiştir. Davam edirik 55-ci sualla. Düzxətli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmiştir. Hansı nöqtə cismin kinetik enerjisinin ən kiçik qiymətinə uyğundur? Kinetik enerjinin düsturunu bilirik ki, YK bərabərdir MV kvadratı bölünsün 2'dir. Kinetik enerjinin kiçik olmasını istəyiriksə, sürətin kiçik olması lazımdır. O zaman biz burada baxacağıq ki, sürət hansı nöqtədə ən kiçikdir. Cisim sıfırdan başlayır, bax burada yeyinləşən hərəkət edir. 3'ə gələnə kimi yeyinləşəndir. 3'dən sonra bu yavaşayan hərəkət edir. Bax 3 ilə 5 aralığı bu aralıq. Bax bu aralıq 3-5 aralığı yavaşayandır və 5 nöqtəsində dayanır. Bax mən 5 nöqtəsində yazıram ki, bu nöqtədə cisim dayanır. Dayanmaq demək sürətin sıfıra bərabər olması deməkdir. Sürət sıfırdırsa, o zaman kinetik enerji də sıfırdır. Yəni 5 nöqtəsində cismin kinetik enerjisi ən kiçikdir. O zaman sualımızın cevabı A variantıdır. Növbəti sualda düzxətli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmiştir. Hansı nöqtə cismin kinetik enerjisinin ən böyük qiymətinə uyğundur? Bax, qrafiki başladım sıfırdan. Sıfırdan başlayır, yuxarı doğru getdikcə bu yeyinləşən hərəkət edir. Sıfırdan gedir düz 3'ə kimi. 3'də sürət ən böyükdür. Yazıram 3'də V ən böyük. Sürət ən böyük olduğu üçün kinetik enerji də ən böyükdür. Bizdən də kinetik enerjinin ən böyük nöqtəsini istəyir. 3 nöqtəsi kinetik enerjinin ən böyük qiymətinə uyğun gəlir. Bəs 3'dən sonra nə baş verir? Yavaşlanır. Yəni 3'ə kimi sürəti arta-arta gedir. 3'dən sonra isə yavaşlanır. 3 nöqtəsində sürət ən böyükdür, kinetik enerji də ən böyükdür deyə bilərik. Növbəti sualda yer səthindən şaquli yuxarı atılmış 40 qram kütləli cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki verilmiştir. Cismin yerə dəyən anda impulsunu hesablayın. Bax bu 2 saniyə müddətində bunun kinetik enerjisi başlanğıc qiymətdən başlayır, azala-azala gəlir, sıfıra düşür. Bu 2 saniyə bu cismin yuxarı qalxma müddətidir. Yəni biz yaza bilərik, T qalxma bərabərdir 2 saniyədir. Biz buradan cismin yerə dəyən andakı sürətini tapmaq üçün V bərabərdir JT yaza bilərik. 2 saniyəyə qalxıbsa 2 saniyədə düşəcəkdir. O zaman J'nin yerinə qiymətini yazsaq, sərbəst düşmə təcilinin qiyməti 10 metr bölü saniyənin kvadratıdır. Zamanın qiyməti də 2 saniyədir. Bunları bir-birinə vurduğumuz zaman cismin yerə dəymə sürəti 20 metr bölü saniyə olmalıdır. Yerə dəymə sürəti 20 metr bölü saniyədirsə, biz buradan cismin yerə dəyən andakı impulsunu hesablaya bilərik. P bərabərdir M vurulsun V. Kütlə nə qədər idi? 40 qram. 40 qram demək 0,4 kiloqram deməkdir. Sürətin qiymətini də 20 metr bölü saniyə aldığımız üçün bunları bir-birinə vurarıq və cavab olar 0,8 kiloqram vurur metr bölü saniyə. Yəni sualın cavabı Y variantıdır deyə bilərik. Davam edirik 58-ci sualla. 30 qram kütləli sərbəst düşən cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki verilmiştir. Cismin yerə dəyən anda impulsunu hesablayın. Burada kinetik enerji maksimal qiymətə görürük ki 2 saniyədə çatıb. Deməli sərbəst düşən cisim 2 saniyə ərzində yerə düşmüşdür. O zaman biz bunun yerə dəyən andakı sürətini V bərabərdir JT düsturu ilə hesablaya bilərik. J'nin qiyməti 10 metr bölü saniyə kvadrat. Zamanın qiyməti isə 2 saniyə olduğu üçün cismin yerə dəyən andakı sürətinin modulu 20 metr bölü saniyə olmalıdır.
Bunu bilərekdən cismin yerə dəyən andakı impulsunu hesablaya bilərik. P bərabərdir M vurulsun V. Kütləni verib 30 qram. 30 qram demək 0,3 kiloqram deməkdir. Sürətin qiyməti isə 20 metr bölü saniyədir. Bax, bunları bir-birinə vuranda impulsun qiyməti alınır. 0,6 kiloqram vurulsun metr bölünsün saniyə. Yəni sualımızın cavabı A variantıdır deyə bilərik. Davam edirik 59-cu sualla. Yer səthindən şaquli yuxarı atılmış cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki verilmişdir. Cismin başlanğıc sürətini hesablayın. Bax, cisim 2 saniyə ərzində bunun kinetik enerjisi başlanğıcdan başlayır və sıfıra düşür. Deməli, cismin yuxarı atılma sürətini biz buradan T qalxma bərabərdir V0 bölü J'dən tapa bilərik. V0 bərabərdir JT deyə bilərik. V0 bərabərdir JT. Bu da V0 bərabərdir. J'nin qiyməti 10'dur. Yəni 10 metr bölü saniyə kvadratıdır. Zamanın qiyməti də 2 saniyə burada gördük. 2 saniyəni də burada yazıram. Nəticədə cismin yuxarı atılma sürəti 20 metr bölü saniyədir. Yəni sualımızın cavabı burada deməli Y variantı olmalıdır. Davam edirik 60-cı sualla. Sərbəst düşən cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki verilmişdir. Cismin yerə dəyən anda sürətini hesablayın. Yenə də görürük ki, cisim 2 saniyə ərzində yerə düşüb. O zaman biz yaza bilərik. V bərabərdir. J vurulsun T. Buradan V bərabərdir. J'nin qiyməti, yəni sərbəst düşmə təcili 10 metr bölü saniyənin kvadratıdır. Zamanın qiyməti 2 saniyədir. Bunları bir-birinə vurarıq və cismin yerə dəyən andakı sürəti 20 metr bölü saniyə olar. Yəni sualımızın cavabı A variantıdır. 61. Kürəciklərin kinetik enerjiləri eynidir. Onların impulslarının nisbətini hesablayın. Baxın, kinetik enerjilər eynidir deyir. İmpulslar nisbətini istəyir və bizə sürətlər verib. O zaman bunlar arasındakı əlaqə düsturunu belə yaza bilərik. YK bərabərdir PV bölü 2. Bax, bu düsturu biz bilirik. Kinetik enerjinin impuls və sürətlə əlaqəli düsturu. Buradan impulsu tapsaq, P bərabərdir. V-ni yazaram məxrəcdə. 2YK-nı da yazaram kəsirin surətində. Aha. Bizə nə istəyir? İmpulslar nisbəti istəyir. Bax, biz buradan görürük ki, impuls sürətlərlə tərs mütənasib asılıdır. Məxrəcdə olduğu üçün tərsdir. Kinetik enerjilər zaten eynidir, biz onlara baxmırıq. O zaman yaza bilərik. İmpulslar nisbəti üçün P1 bölü P2 bərabərdir. Tərs asılıdır. Yəni V2 bölü V1 yazacağıq. Bərabərdir. İkinci cismin sürəti 2V'dir. 2V'ni yazdım burada. Birinci cismin sürəti V'dir. V'ni yazdım burada. 2V'nin V'yə nisbəti 2 verir. Nəticədə sualın cavabı olur D variantı. Davam edirik 62-ci sualla. Kürəciklərin kinetik enerjiləri eynidir. Onların impulslarının nisbətini hesablayın. Bax, burada fikir versək kütlələr verilib. Kinetik enerjilər haqqında danışır, bir də impulslar nisbətini istəyir. O zaman bunlar arasındakı əlaqə düsturu yazmalıyıq. Kinetik enerji bərabərdir P-nin kvadratı bölünsün 2M. Bizə lazımdır P-lərin nisbəti. P-nin kvadratını tapsaq ilk növbədə. P-nin kvadratı bərabərdir 2M vurulsun YK. P-nin özünü tapsaq, P-nin özü bərabərdir kök altında 2M YK. Bax, bu düstura əsasən görürük ki, cismin impulsu nə ilə? Kütlə ilə kök altı asılıdır. Yəni biz burada yaza bilərik. P1 bölü P2 bərabərdir kök altında M1 bölü M2. Bu da bərabərdir kök altında birinci cismin kütləsi M qədərdir. İkinci cismin kütləsi 2M qədərdir. Bu da bərabərdir 1 bölünsün kök altında 2 alınır. Sualın cavabı beləliklə B variantı olmuş olur. 63-də kürəciklərin kinetik enerjiləri eynidir. Onların sürətlərinin nisbətini hesablayın. Aha, bax, burada kütlələr var. Kinetik enerjilər haqqında danışır və sürətlər nisbəti istəyir. O zaman biz belə bir düstur yaza bilərik. V bərabərdir kök altında 2 YK bölü M. Bizdən kinetik enerjilərin eyni olduğunu deyir və deyir ki, sürətlər nisbətini tap. Biz burada görürük ki, sürət kütlənin kök altı ilə tərs asılıdır. Bu nə deməkdir? Yəni belə deyək də V1 bölü V2 bərabərdir kök altında M2 bölü M1.
Bu da bərabərdir. Kök altında bax 1 bölü 2 burada yazmışıq. Burada isə 2 bölü 1 yazdıq. Çünki məxrəcdədir. Həm də kök var. Aha, kök altını yazdıq. M2 2M-ə bərabərdir. M1 bir dənə M-dir. M-lər gedəndən sonra kökdə 2 qalır. Sualımızın cavabı da C variantı olmalıdır deyirik. Və davam edirik 64-cü sualda. Kürəciklərin kinetik enerjiləri eynidir. Onların kütlələrinin nisbətini hesablayın. Yazıram, YK bərabərdir. MV kvadratı bölü 2. Buradan M bərabərdir. V'nin kvadratı məxrəcdə, 2YK isə kəsirin surətində. Kütlələr nisbətini istəyir. Burada nələr var? Sürətlər var. Kinetik enerjiləri zaten eynidir. O zaman biz belə bir şey deyə bilərik. M1 bölü M2 bərabərdir. Bax, kütlə burada isə sürətin kvadratı məxrəcdə, yəni tərs aslı, kvadratı ilə tərs aslı. Yəni biz M1 bölü M2 bərabərdir V2 bölü V1, amma bunun da kvadratı var. Bax, belə yaza bilərik. Bu da bərabərdir V2 2V'dir. 2V. 2M yox, 2V. V1 nə qədərdir? V qədərdir. V-ni də burada yazdım. Mörtərizə aldım, kvadrata yüksəltdim. V-lər getdi, 2-nin kvadratı 4. Sualın cavabı C variantı. 65-də. İki cismin mütləq qeyri-elastiki toqquşması zamanı birinci cismin itirdiyi kinetik enerji hansı ifadə ilə təyin olunur? Bax, bunlar mütləq qeyri-elastiki toqquşma zamanı bu cisimlər toqquşmadan sonra dayanırlar. Bunu hardan bilirdik? Yazırdıq V', yəni toqquşmadan sonraki sürət. Birincinin impulsu əks istiqamətdə olduğu üçün çıxılsın ikincinin impulsu bölünsün kütlələrin cəmi. Bax, buranı hesablasaq sıfıra bərabər olduğunu görərsiniz. Yəni cisimlər toqquşmadan sonra dayanırlar. Birinci cismin itirdiyi kinetik enerji. Birinci cisim dayandığı üçün sonda kinetik enerjisi sıfıra bərabərdir. Bəs başlanğıcda nə qədər idi kinetik enerjisi? YK bərabərdir. Kütləsi M, sürəti V, MV kvadratı bölü 2. MV kvadratı bölü 2 qədər kinetik enerjisi var idi. İndi isə sıfırdır. Yəni nə qədərini itirib? Bax, bu qədərini MV kvadratı bölü 2-ni itirib. Yəni sualımızın cavabı B variantı olmalıdır. 66-cı sualda da eyni söhbətdir. Burada da yenə cisimlər dayanır. Birinci cismin itirdiyi kinetik enerji də MV kvadratı bölü 2'dir. İkinci cismin itirdiyi kinetik enerji də MV kvadratı bölü 2'dir. Sualımızın cevabı nədir? A variantıdır. 67-də. Cismin hərəkət tənliyi x bərabərdir 10 üstəgəl 4t şəklindədir. Cismin kinetik enerjisi 8 joule olarsa, onun kütləsini hesablayın. X bərabərdir x0 üstəgəl VT tənliyinə əsasən, biz deyirik ki, T'nin qarşısında duran 4 sürətin qiymətidir. Yəni, sürətin qiyməti 4 metr bölü saniyədir. Bizə kinetik enerjini də verib, kütləni istəyir. Yaza bilərəm, YK bərabərdir MV kvadratı bölü 2. Oradan kütləni tapsam, M bərabərdir V'nin kvadratı məxrəcdə, 2YK isə kəsirin surətində olacaq. Buradan M bərabərdir 2 vurulsun, kinetik enerjinin qiyməti 8 joule vermişdi, 8'i burada yazdım. Sürətin qiyməti 4'dür, kvadratı olur 16. Bu da bərabərdir 16 bölü 16, o da bərabərdir 1. Deməli, cismin kütləsi 1 kilograma bərabərmiş. 68. Kütləsi 6 kilogram olan cismin koordinatının zamandan asılılığı verilib, cismin kinetik enerjisini hesablayın. YK bərabərdir MV kvadratı bölü 2. Bax, V nə idi? T'nin qarşısında duran qiymət. Yəni, V'nin qiyməti deyə bilərik ki, 4 metr bölü saniyədir. Sürətin qiyməti 4 metr bölü saniyədir. Kütlənin qiyməti 6 kilogram verilib. Yazıram, 6 vurulsun. Sürətin kvadratı, yəni 4'ün kvadratı bölünsün 2. Bu da bərabərdir. 6 vurulsun, 16 bölünsün 2. O da bərabərdir. 6 ilə 2 gedər, 3 qalar. 3'ü də 16'ya vurarıq, 48 olar. Deməli, cismin kinetik enerjisi 48 joule bərabərdir. Növbəti sualda avtomobilin kinetik enerjisi 1800 kilojoldur. Sürəti 3 dəfə azalarsa kinetik enerjisi nəyə bərabər olar? Sürət 3 dəfə azalarsa kinetik enerji bərabərdir MV kvadratı bölünsün 2. Əgər sürət 3 dəfə azalırsa, avtomobilin kinetik enerjisi 9 dəfə azalar. 1800 joule idi, 9 dəfə azalmalıdır. 1800'ü 9'a bölməliyik. Bu deyilər 200 kilojoule. Yəni sualımızın cavabı D variantıdır. Avtomobilin kinetik enerjisi 800 kilojoldur. Sürəti 2 dəfə azalarsa kinetik enerji nəyə bərabər olar? Sürət 2 dəfə azalarsa kinetik enerji 4 dəfə azalar. Çünki kvadrat asılıdır. 800 kilojol 4 dəfə azalar. Nəticədə olar 200 kilojol. Sualımızın cavabı
D variantı. Növbəti sualda bir-birinə qarşı hərəkət edən iki cismin mütləq qeyri-elastiki toqquşur. İkinci cismin itirdiyi kinetik enerji nəyə bərabərdir? Bax, yenə də bunların toqquşmadan sonraki sürətlərini tapsaz, 2m vurulsun v eləyir 2mv. Çıxılsın əks istiqamətdə olduğu üçün m vurulsun 2v. Bu da 2mv eləyir. Bölünsün kütlələrin toplamı, yəni 2m'dən m'in toplamı. Bax, buranı hesablayanda 0 olduğunu görürük. Yəni bu cisimlər toqquşmadan sonra dayanırlar. Aha. İkinci cismin der ki, itirdiği kinetik enerji neye beraberdir? Yazıram Y2 beraberdir. Sonda zaten dayandığı için kinetik enerji 0 olacak. Baxaq ki, başlanğıcda nə qədərmiş? Başlanğıcda kütləsi m qədər. Bax, ikinci cismə fokuslanın. Kütləsi m qədər. Sürəti 2v kvadratı olur. 4v kvadratı bölünsün 2. Bu da beraberdir. 2mv kvadratı alınır. Yəni cismin itirdiği kinetik enerji 2mv kvadratı qədərdir. Növbəti sualda düz xətlə hərəkət edən cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki göstərilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin zamandan asıllıq qrafiki hansıdır? Burada görürük ki, kinetik enerji sabitdir. Kinetik enerji əgər sabitdirsə, o zaman biz deyə bilərik ki, cismin sürəti də sabitdir. Cismin sürəti sabitdirsə, yəni cisim düz xətli bərabər sürətlə hərəkət edirsə, o zaman ona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. Bunu bizə Newton 1-ci qanununda demişdi zaten. 73'də düz xətli hərəkət edən cismin kinetik enerjisinin zamandan asıllıq qrafiki verilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin zamandan asıllıq qrafiki hansıdır? Baxın, YK bərabərdir mv kvadratı bölü 2. Düzdürmü? Düzdür. V'nin yerinə biz məsələn yeyinləşən hərəkət yazsaq, bərabər yeyinləşən hərəkət, yəni AT yazsaq, o zaman belə bir şey alınır. M vurulsun, V'nin yerinə AT yazacağım, kvadrata yüksəldirik, olur A'nın kvadratı, T'nin kvadratı. Bölünsün 2. Bax, burada görürük ki, biz artıq kinetik enerji zamanın kvadratı ilə asılıdır. Yəni, buradakı grafikdəki kimi. İndi, necə hərəkətləri dedik? Bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətdirsə, yəni təcil sabitdirsə, o zaman qüvvə də sabit olmalıdır. Yəni, sualımızın cavabı olmalıdır. B bəndi. 74'də burada kinetik enerjinin sabit olduğunu görürük. Kinetik enerji sabitdirsə, yəni sürət dəyişmirsə, o zaman təcil sıfırdır. Kardeş, bunun başqa variantı yoxdur. Yəni, sualın cavabı Y variantıdır. 75'də. Burada yenə kinetik enerjinin zamandan asıllıq qrafikinə əsasən görürük ki, bu yeyinləşən hərəkətə uyğun ola bilər. Yəni, bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkət qrafiki də canım sizə desin Y variantında verilib. 76-cı sualda cisimlərin impulsunun onların kütləsindən asıllıq diaqramı verilib. 1-2-3 nöqtələrinə uyğun kinetik enerjilər arasında hansı münasibət doğrudur? Kinetik enerjiləri müqayisə etmək lazımdır. YK bərabərdir. İndi burada impuls var və kütlə var. O zaman belə bir düstur yazırıq. P'nin kvadratı bölünsün 2M. Burada indi 1-2-3 nöqtələrində impulsların bərabər olduğunu görürük. İmpulslar bərabərdirsə, o zaman kinetik enerjinin böyük olması üçün kütlənin kiçik olması lazımdır. Kütlə harda kiçikdir? Bax, burada kiçikdir kütlənin qiyməti. 2-də biraz böyükdür. 3-də isə daha böyükdür. O zaman kütlənin ən kiçik olduğu bir nöqtəsində kinetik enerji ən böyükdür. Sonra 2, sonra da 3 olmalıdır. Y1, Y2, Y3. Sualımızın cevabı da C bəndi. Növbəti sualda cisimlərin impulslarının onların kütlələrindən asıllıq diaqramı verilib. 1-2-3 nöqtələrinə uyğun kinetik enerjilər arasında hansı münasibət doğrudur? Kinetik enerji bərabərdir P'nin kvadratı bölünsün 2M. Burada isə kütlələrin sabit olduğunu görürük 1-2-3 nöqtələrində. Kütlələr əgər eynidirsə, kinetik enerjinin böyük olması üçün impulsun böyük olması lazımdır. İmpuls bir nöqtəsində daha böyükdür. O zaman bir nöqtəsində kinetik enerji böyükdür. Sonra 2'dir, sonra da 3'dür. Y1, Y2, Y3 şəklində sıralanır. Yəni, sualımızın cavabı olmalıdır A variantı. Növbəti sualda düz xətli hərəkət edən cismin koordinatının zamandan asıllıq qrafiki verilib. Grafikin 1 və 2 nöqtələrinə uyğun cismin sürətlərinin modulları və kinetik enerjilər arasında hansı münasibət doğrudur? Gözəl insanlar, X-in T'dən asıllıq qrafikinə əsasən bu hərəkət düz xətli, zaten düz xətli hərəkət etdiyini məsələ bizə deyir. Düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli. Düz xətli bərabər sürətli hərəkətdə sürətlər zaten bərabərdir. Kinetik enerjilər də bərabər. Sualımızın cavabı D bəndi olmalıdır. 79-cu sualda düz xətli hərəkət edən cismin koordinatının zamandan asıllıq qrafiki verilmişdir.
Grafikin 1 və 2 nöqtələrinə uyğun cismin sürətlərinin modulları və kinetik enerjiləri arasındakı hansı münasibət doğrudur? Biz bu grafikə baxaraq cismin düz xətli bərabər sürətli hərəkət etdiyini deyə bilərik. Düz xətli yazıram, bərabər sürətli. Düz xətli bərabər sürətli hərəkət olduğu üçün burada sürətlər sabit qalır. Yəni V1 V2-yə bərabərdir. Sürətlər bərabərdirsə, o zaman kinetik enerjilərində bərabər olması lazımdır. Yəni Y1 bərabərdir Y2 yaza bilərik. Bu səbəbdən dolayı da sualımızın cavabı A variantı olar. Grafikə baxıb hərəkətin bərabər yeyinləşən olduğunu düşünə bilərsiniz. Bu səhvi etməyin. Əgər sürət zaman qrafiki olsaydı və qrafik bu şəkildə getsəydi, bəli, bu bərabər yeyinləşən hərəkət olardı. Amma koordinatın zamandan asılıq qrafiki xətti bir artan bir qrafik olarsa, bu düz xətli bərabər sürətli hərəkətə uyğundur. Yəni bu olsa, bəli, yeyinləşəndir. Sürət olsa yeyinləşəndir. Amma koordinat qrafikində bu şəkildə görürsünüzsə, bu düz xətli bərabər sürətli hərəkət olmalıdır. Bu xatırlatmamızı da eləyəndən sonra növbəti suala keçid eləyə bilərik. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində kütlələri M1 bərabərdir M və M2 bərabərdir 2M olan iki qəlpəyə parçalandı. Partlayış anında qəlpələrdən birincisinin kinetik enerjisi Y olarsa, ikincisinin kinetik enerjisi nəyə bərabər olar? Məsələnin şərtində deyilir ki, trayektoriyanın ən yuxarı nöqtəsində və biz bilirik ki, şaquli yuxarı atılmış cisim trayektoriyanın ən yuxarı nöqtəsində dayanır. Yəni trayektoriyanın ən yuxarı nöqtəsində sürətin modulu sıfıra bərabər olur. Sürətin modulu sıfıra bərabərdirsə, o zaman impulsun modulu da sıfıra bərabər olmalıdır. Əgər biz sola doğru olan hərəkət edən cismin impulsunun moduluna P1 desək, sağa doğru olana P2 desək, bu P1 P2-yə bərabər olmalıdır. P1 bərabərdir P2. Bu impulsun saxlanma qanunundan gələn bir nəticədir. O zaman impulsların sabit olduğunu gördük, yəni bərabər olduğunu gördük. İndi bizdən kinetik enerji istəyir. Kinetik enerji, impuls və kütlə ilə əlaqəli düsturu YK bərabərdir P-nin kvadratı bölünsün 2M-dir. Biz bu düstura əsasən görürük ki, kinetik enerji impulsun kvadratı ilə düzdür, amma kütlə ilə tərs mütənasib asılıdır. Yəni kütləsi böyük olanın kinetik enerjisi kiçikdir. Bizə deyir ki, birincinin kinetik enerjisi Y-yə bərabərdir. Birinci qəlpənin kinetik enerjisi əgər Y-yə bərabərdirsə, tərs mütənasib asılı olduğu üçün ikinci qəlpənin, yəni kütləsi böyük olan qəlpənin kinetik enerjisi 2 dəfə kiçik olmalıdır. Yəni bu olmalıdır Y bölü 2. Bu səbəbdən dolayı da sualımızın cavabı B variantıdır deyirik. Və növbəti sualla davam edirik. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində İki qəlpəyə parçalandı deyir və partlayış anında qəlpələrdən birincisinin kinetik enerjisinin Y olduğunu deyir, ikincisinin kinetik enerjisi nəyə bərabərdir? Yenə də deyirik ki, kinetik enerji P-nin kvadratı bölünsün 2M düsturu ilə təyin olunur. Və biz bu düstura baxıb deyə bilərik ki, kinetik enerji kütlə ilə tərs mütənasibdir. Əgər birincinin kinetik enerjisi Y-yə bərabərdirsə, İkincinin kinetik enerjisi bundan 3 dəfə böyük olmalıdır. 3 dəfə daha doğrusu kiçik olmalıdır. Çünki kütlə 3 dəfə böyük olan yerdə, bax kütlə M-dir, 3M-dir, kütlə 3 dəfə böyükdür, kütlə 3 dəfə böyükdürsə kinetik enerji 3 dəfə kiçikdir. Yəni Y bölü 3-dür. Sualın cavabı A variantıdır. Növbəti sualda Euler-Venn diaqramında düz xətli bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətin uyğun bəndləri müəyyən edin. Sürət və təcil vektorları eyni istiqamətdə yönəlirsə, bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə sürət azaldığı üçün cismin kinetik enerjisi azalır. Təkcə sabit sürtünmə qüvvəsi təsir edən cismin hərəkəti bu cür ola bilər. Təkcə sabit sürtünmə qüvvəsi təsir edən cismin hərəkəti yeyinləşən də ola bilər, yavaşlayan da ola bilər. Yəni o deyə bilmərik ki, yalnız yeyinləşən ola bilər. Amma bir saniyə, burada bir şey var, burada dartı qüvvəsi yoxdur. Burada deyir ki, təkcə sabit sürtünmə qüvvəsi təsir edir. Əgər sabit sürtünmə qüvvəsi təsir edirsə, o zaman bu bərabər yavaşlayandır. Mütləqdir yavaşlanmalıdır. Dartı qüvvəsi də olsaydı, yeyinləşən də ola bilərdi. 4-də deyir ki, istənilən bərabər zaman müddətlərində sürətin dəyişməsi sabitdir. Sürətin dəyişməsi demək təcil deməkdir. Təcil də sabitdir. Çünki həm yeyinləşən, həm yavaşlayan hərəkət bərabər təcilli hərəkətdir.
Cismin kinetik enerjisi artır. Bu kinetik enerjinin artması, sürətin artması, yəni hərəkətin yeyinləşən olması anlamına gəlir. Bu səbəbdən dolayı da 82-ci sualımızın cavabı 1, 5, 2, 3, 4 olmalıdır. Bu da Y variantında verilmiştir. Növbəti sualda yenə Euler-Venn diaqramı bizi qarşılayır. Cismin impulsu vektorial kəmiyyətdir. Cismin kinetik enerjisi isə skalyar kəmiyyətdir. Həm impuls, həm də kinetik enerji sürətdən asılıdır. Çünki impulsun düsturu P bərabərdir mv'dir, sürətdən asılıdır. Kinetik enerji isə mv kvadratı bölü 2'dir, bu da sürətdən asılıdır. Yəni cismin sürətindən asılı olan hər ikisidir. İmpulsla kinetik enerjide hər ikisi kütlədən asılıdır. Bax, hər iki düsturun içərisində kütlə var. O zaman 4'ü də ortaya yazıram. Ölçü vahidi joul'dur. Kinetik enerjinin ölçü vahidi joule olmalıdır. O zaman sualımızın cevabı 1, 2, 5, 3, 4 olacaqdır. Baxaq görək. 1, 2, 5, 3, 4. Yəni B variantıdır. Növbəti sualda kütləsi 200 qram olan cismin hərəkət tənliyi bu formada verilib. Hərəkətə başlayandan nə qədər vaxt sonra cismin kinetik enerjisi 40 joule olar. İndi burada biz sürəti tapa bilərik. İlk növbədə V bərabərdir kök altında 2YK bölünsün M. Bu da bərabərdir kök altında 2 vurulsun. Kinetik enerjinin qiyməti 40. Kütlənin qiyməti isə 200 qram, bu 0,2 kilogram deməkdir. Burada yazıram 0,2. Bu da bərabərdir kök altında 400. 400'dən kök isə 20 çıxır. Yəni sürətin qiyməti 20'dir. Bəs biz bu tənlikdən sürəti necə tapaq? 2 dəfə törəmə almalıyıq. Yəni daha doğrusu elə bir dəfə törəmə almaq kifayətdir. Koordinatın törəməsi sürəti verir. Yəni 2,5 t kvadratının törəməsini almalıyıq. Şimdi orada mənfiyə ehtiyac yoxdur. Biz qiymət tapdığımız üçün mənfiyə nəzərə almasaq da olar. 2,5 t kvadratının törəməsi də verir bizə 5t'ni. O zaman 5t bərabərdir. Nə qədər tapdıq? 20 tapdıq. 5t bərabərdir 20'dirsə, buradan biz t'ni tapanda t bərabərdir 20'ni 5'ə bölərik, 4 saniyə olar. Yəni sualımızın cavabı C variantıdır deyə bilərik. Növbəti sualda kütləsi 200 qram olan cisminə hərəkət tənliyi verilib. Hərəkətə başlayandan 2 saniyə sonra cismin kinetik enerjisi nəyə bərabər olar? 2 saniyə sonra. İndi biz buradan V-ni tapmaq üçün 2t kvadratından törəmə almalıyıq. 2t kvadratının törəməsi. Buradan V bərabərdir 4t'yə. Bu bir yerdə qalsın. İndi biz 2 saniyə, hərəkətin 2 saniyə olduğunu bilirik. O zaman yazırıq V bərabərdir 4 vurulsun 2. O da bərabərdir 8 metr bölü saniyə. Bu sürətin qiymətidir. İndi isə kinetik enerjini hesablayacağıq. Kinetik enerji bərabərdir mv kvadratı bölü 2. Bu da bərabərdir. Kütlənin qiyməti 200 qram. Bu 0,2 kilogram deməkdir. Sürətin qiyməti 8. Kvadratı olur 64. Bölürəm 2'yə. Bu da bərabərdir 6,4 joule. Yəni sualımızın cavabı Y variantıdır. Növbəti sualda kütlələrin nisbəti verilib, kinetik enerjilərin nisbəti verilib, impulsların nisbəti istənilir bizdən. O zaman biz bunların arasında əlaqə düsturu yazmalıyıq. Necə idi? P'nin kvadratı bərabərdir 2m'yk. P'ni tapsaq, P bərabərdir kök altında 2m'yk deyə bilərik. O zaman bizdən P2 bölü P1 nisbətini istəyirsə, yaza bilərik kök altında. Bax, M-lə də YK ilə də kök altı asılıdır. 2'ni yazmayacaq çünki yuxarıda da aşağıda 2'lər olacaq. Onlar ixtisar gedəcək, ehtiyac yoxdur. O zaman yazıram M2 bölünsün M1 və kinetik enerjilər. Yəni Y2 bölünsün Y1. Bu da bərabərdir. Kök altında M2 bölü M1'i bizə verib 3 bölü 2. Yazdım 3 bölü 2 vurulsun. Kök altında Y2 bölü Y1'i də bizə 1 bölü 6 verib 1 bölü 6'ını da burada yazdıq. Bu da bərabərdir. 3'dən 6'ını da apara bilərik. Burada 2 qalar. 2'ni 2'yə vurarıq 4 olar. Kök altında 4 burada, 1 də yuxarıda. 4'də 1'dən də kök, 2'də 1 çıxır. Yəni sualımızın cavabı C variantıdır deyə bilərik. 87'də kütləsi 2 kilogram olan cismin sürətinin zamandan asılılığı bu şəkildədir. Hansı zaman anında cismin kinetik enerjisi 81 joule olar? Gəlin biz sürəti tapaq. V bərabərdir kök altında 2YK bölünsün M. Bu da bərabərdir kök altında 2 vurulsun. Kinetik enerji 81. Kütlənin qiyməti isə 2 kilogramdır. 2'ni də burada yazdım. 2'lər gedəndən sonra 81'dən kök çıxır 9.
Yəni sürətin qiyməti 9 metr bölü saniyədir. Və sürətin tənliyini bizə 5 üstəgəl 2t şəklində verib. Yazıram 5 üstəgəl 2t bərabərdir 9. Buradan 2t bərabərdir 9-dan 5'i çıxsaq 4 alınır. Buradan t'ni tapsaq t bərabərdir 4'ü 2'yə bölərik. 2 saniyə olar sualımızın cavabı. Yəni C variantı. Növbəti sualda 3 metr bölü saniyə kvadratı təcillə hərəkət edən cismin müəyyən anda kinetik enerjisi 50, impulsu 20'dir. Bu cismə təsir edən əvəzləyici qüvvə nə qədərdir? Aha, biz buradan deməli əvəzləyici qüvvəni tapmaq üçün F bərabərdir MA düsturundan istifadə edəcəyik. Amma biz kütləni bilmirik. O zaman gəlin ilk növbədə kütləni bilək. Kinetik enerjinin qiyməti var, impulsun qiyməti var. Aha, o zaman yazaq. YK, yəni kinetik enerjinin düsturu, impulsla əlaqəli düsturu P kvadratı bölü 2M'dir. Buradan M'i tapsaq, M bərabərdir. P'nin kvadratı bölünsün 2YK olar. Bu da bərabərdir. P'nin qiyməti var, impulsun qiyməti 20, kvadratı 400'dür. Bölünsün 2 vurulsun, kinetik enerjinin qiyməti də 50'dir. Bax, buranı hesablasaq 400'ü 100'ə bölsək, 4 qalar burada kütlənin qiyməti. Kütlənin qiyməti 4 alınandan sonra qüvvəni hesablamağa nə var? F bərabərdir MA. Kütləni yazdım 4 kiloqram. Təcilin qiymətini yazacağıq 3 metr bölü saniyənin kvadratı. Bunları bir-birinə vuranda cismə təsir edən əvəzləyici qüvvənin 12 Newton olduğunu tapırıq. Sualın cavabı da olur B variantı. Növbəti sualda 2 cisim uyğun olaraq 2 metr bölü saniyə və 4 metr bölü saniyə sürəti ilə eyni istiqamətdə düzxətli bərabər sürətlə hərəkət edir. İkinci cismin sürəti 2 dəfə artanda onun birinci cismə nəzərən kinetik enerjisi necə dəyişər? Bax, bunlar eyni istiqamətdə hərəkət etdikləri üçün birinin digərinə nəzərən sürəti birinci halda delta, belə deyək də, birincinin ikinciyə nəzərən, məsələn V1 2 bərabərdir. Deltanı yazmağa əslində burada gərək yoxdur. V1 2 yazanda zaten birincinin ikinciyə nəzərən sürəti olmuş olur. Bu da bərabərdir 4 metr bölü saniyədən 2 metr bölü saniyəni çıxarırıq. Çünki eyni istiqamətdə hərəkət edirlər. 4'dən 2'ni çıxaram, olar 2 metr bölü saniyə. Düzdürmü? Düzdür. İndi ikinci halda. İkinci halda deyir ki, ikinci cismin sürətini 2 dəfə artır. İkinci cismin sürəti 4 metr bölü saniyə deyildi mi? 2 dəfə artırsaq 8 metr bölü saniyə olmaz mı? Olar. O zaman yazıram V1 2 bərabərdir. 8'dən 2'ni çıxacaq bu dəfə. 6 metr bölü saniyə olacaqdır. Sürət necə dəyişib baxın? Sürət 3 dəfə dəyişib. 2'dan 6'ya gəldi. Sürət 3 dəfə dəyişibsə, kinetik enerjinin düsturu mv kvadratı bölü 2'dir. Sürət əgər 3 dəfə dəyişibsə, kinetik enerji 9 dəfə artar. Çünki 3'ün kvadratı 9'dur. Davam edirik 90-cı sualla. Düzxətli hərəkət edən cismin impulsunun proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır? İmpuls zaman qrafiki necədirsə, sürət zaman qrafiki də həmən formada olmalıdır. V-nin T'dən asılılıq qrafikində də proyeksiya desək, Vx-in T'dən asılılıq qrafiki də bu formada olmalıdır. Çünki impulsun düsturu P bərabərdir mv-dir. İmpuls necədirsə, sürətdə həmən cür olmalıdır qrafiki. İndi biz bilirik ki, kinetik enerjinin düsturu mv kvadratı bölünsün 2'dir. Doğrudurmu? Doğrudur. Biz buradan V'nin əgər tənliyini yazmaq istəsək, bərabər yavaşlayan hərəkət olduğu üçün V bərabərdir V0 çıxılsın AT yaza bilərik. Gətirirəm burada YK bərabərdir. M vurulsun. V'nin yerinə yazıram V0 çıxılsın AT. Kvadratını unutmayaq. Bölünsün 2. Bax, bu tənliyə əsasən biz kinetik enerjinin azaldığını müşahidə edirik. Buradakı kvadrat kvadrat olduğuna görə burada qrafik bu formada olur. C variantındaki kimi. Davam edirik 91-ci sualla. X oxunun əksi istiqamətində üfüqi səthdə hərəkət edən cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Cismin kinetik enerjisi deyir ki, artar. İndi baxaq. X oxunun əksi istiqamətində hərəkət edir. Düzdürmü? O zaman yaza bilərik. Sürətin proyeksiyası mənfidir. Bəs qüvvənin proyeksiyası nədir? O da sıfırdan aşağıdadır. O da mənfidir. Qüvvənin proyeksiyasının mənfi olması demək, təcilin proyeksiyasının mənfi olması anlamına gəlir. Sürətin proyeksiyası da, təcilin proyeksiyası da mənfidir. O zaman cisim bərabər yeyinləşən hərəkət icra edir.
Beraber yeyinləşən hərəkətdə kinetik enerji artır. Beraber yeyinləşən hərəkətdə impuls da artır. Bu səbəbdən dolayı da sualımızın cavabı 1-4 olmalıdır. Növbəti sualda x oxu istiqamətində hərəkət edən deyir. X oxu istiqamətində mi hərəkət edir? O zaman sürətin proyeksiyası müsbətdir. Baxıram ki, qüvvə də müsbətdir burada. Qüvvənin proyeksiyası da müsbətdir. Yəni bu təcilin proyeksiyasının müsbət olması deməkdir. Sürətin proyeksiyası da təcilin proyeksiyası da müsbətdirsə, o zaman cisim yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkətdə sürət artır, kinetik enerji artır və impuls artır. Buna görə sualımızın cavabı 2, 3, 5 olur. Növbəti sualda eyni dairəvi orbit üzrə hərəkət edən və kütlələri verilən yerin süni peyklərinin impulsları və kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Eyni dairəvi orbit üzrə hərəkət edən süni peyklər. Süni peykin sürəti V bərabərdir kök altında Jm bölünsün R düsturu ilə hesablana bilər. Bax, bu düstura əsasən eyni dairəvi orbit üzrədir. Burada kütlə var ha. Bu kütlə cismin kütləsi deyil. Bu planetin kütləsidir. Yəni bu planetin kütləsi olduğu üçün buradakı m-lərlə bunun əlaqəsi yoxdur. Eyni dairəvi orbit üzrə deyirsə, o zaman radiuslar da eynidir. Yəni biz deyə bilərik ki, m-lər bunlar zaten eyni, o zaman bunların sürətləri bərabərdir. Eyni dairəvi orbit üzrə hərəkət edən peyklərin sürətləri eyni olmalıdır. Mütləqdir bu. Sürətləri eyni olmalıdır eyni dairəvi orbitdə. Aha, sürətlər əgər eynidirsə, impuls üçün nə deyə bilərik? Impuls bərabərdir kütlə vurulsun sürət. Biz burada görürük ki, impuls sürətlə mütənasibdir. Əgər ikincinin kütləsi M2 birincinin kütləsindən 3 dəfə böyükdürsə, nəticədə impulslar da eyni olmalıdır. Yəni P2 bərabərdir 3P1 olmalıdır. Deməli, ikinci variantımız doğrudur. Bəs kinetik enerji üçün kinetik enerji bərabərdir mv kvadratı bölü 2. Yəni görürük ki, kinetik enerji də kütlə ilə asılıdır. O zaman M2 3 M1 yazmışıqsa, kinetik enerjilər üçün də həmən şey yaza bilərik. Yəni Y2 bərabərdir 3Y1. V-yə baxmırıq. V zaten sabitdir, bərabərdir. Davam edirik 94-cü sualla. 10 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış 200 qram kütləli cismin maksimal hündürlükdə kinetik enerjisi nəyə bərabərdir? Deməli, maksimal hündürlükdə bu kinetik enerji sıfıra bərabər olur. Çünki maksimal hündürlükdə dayanır. Yəni sürət sıfır olur. Sürət sıfırdırsa, kinetik enerji də sıfırdır. 95-ci sualda. Kütləsi 2 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 3-cü saniyənin sonunda cismin kinetik enerjisini hesablayın. FT. Qüvvənin zamandan asılılıq qrafikində fiqurun sahəsi bizə verir impulsun dəyişməsini. Yəni bu fiqur impulsun dəyişməsidir. Delta P bərabərdir. 2-ni 3-ə vurarıq, olar 6. Kiloqram vur metr bölünsün saniyə. Aha, indi bizdən nə istəyir? Başlanğıcda zaten sıfırdır. V sıfır sıfırdırsa, o zaman P sıfır da sıfırdır. Yəni cismin başlanğıc impulsu sıfıra bərabərdir. Elə bu delta P, P-nin özünə bərabərdir. Yəni son impulsdur. O zaman bizə kinetik enerji lazımdırsa, yaza bilərik. P-nin kvadratı bölünsün 2. P-ni tapdıq 6, kvadratı 36'dır. Bölünsün 2 vurulsun. Kütlənin qiyməti də 2 kiloqram. 2-ni 2-yə vurduq. 36-nı 4-ə böldük. Burada elədi 9. Deməli, cismin kinetik enerjisi 9 joula bərabərdir. 96-cı suala gəldik. Mütləq qeyri-elastik toqquşmadan sonra kütləsi 2m olan birinci cismin itirdiyi kinetik enerjinin kütləsi 4m olan ikinci cismin itirdiyi kinetik enerjiyə nisbətini hesablayın. İndi baxın, bunlar toqquşmadan sonra dayanırlar. Dayandığını hardan bilək? V' bərabərdir. Bunun impulsu nə qədərdir? 2m vurulsun 4v, düzdürmü? 2m vurulsun 4v. Bu 8mv olmazmı? Əks istiqamətdə gəldiyi üçün o birisinin kütləsi 4m, sürəti 2v. 4m 2v'yə də vuranda 8mv olur. Bölünsün kütlələrin toplamı. Yəni 2m üstəgəl 4m. Buradan sürət nəyə bərabərdir? Toqquşmadan sonraki sürət sıfırdır. Yəni toqquşmadan sonra cisimlər dayanır. Deməli, başlanğıcda kinetik enerjilər nə qədərdirsə, həmən kinetik enerjini itiriblər deməkdir. Çünki sonda dayanıblar, itiriblər bütöv şəkildə. Birinci cismin itirdiyi kinetik enerji. Bax, buna yazaq Y1.
bərabərdir. Kütləsi 2m, sürəti 4v-dir, kvadratı olur 16v kvadratı. Bölünsün 2. Bu da bərabərdir 16mv kvadratı. Bu birincisi. Okey. İndi ikincisine baxırıq. İkincinin itirdiyi kinetik enerjini hesablamaq üçün kütləsi 4m. Yazdım 4m. Sürəti 2v kvadratı olur 4v kvadratı. Bölürəm 2'ye. Bu da olur 4 ile 2 ne yaparsaq 2 qalar. 4'ü də 2'ye vuranda olur 8mv kvadratı. İndi bizə deyir ki, bunların nisbətini hesablayın. Birinci cismin itirdiyi kinetik enerjinin ikinci cismin itirdiyi kinetik enerjiyə nisbətini. Yəni Y1 bölü Y2'ni hesablayın demək istəyir. Birincinin itirdiyi kinetik enerji 16 mv kvadratıdır. İkincinin itirdiği kinetik enerji ise 8 mv kvadratıdır. 16 mv kvadratını da 8 mv kvadratına böləndə alınır 2. Sualımızın cevabı 2'dir. 97'də düzxətlə hərəkət edən maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki və ifadələr arasında uyğunluğu müəyyən edin. Bax, AB aralığı yeyinləşən hərəkətə uyğundur. AB hissəsində yeyinləşən hərəkət etdiyi üçün impulsu artır, eyni zamanda kinetik enerjisi də artmalıdır. Elə bir cavab yoxdur, ona görə birə yalnız B variantını yazırıq. 2'də BC aralığında cismin sürəti sabitdir. Sürəti sabit olduğu üçün onun kinetik enerjisi dəyişməz olaraq qalmalıdır. Ona görə D variantını buraya yazdıq. 3'te görürük ki, cisim bərabər yavaşlayan hərəkət edir. Yəni CD aralığında bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkətdə kinetik enerji də impuls da azalır. Yəni C-ni də bura yazıram. 98-ci sualda uyğunluğu müəyyən edin. Bax, AB aralığı bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə kinetik enerji də impuls da azalmalıdır. Hansı var burada? Kinetik enerji azalır var. Ona görə 1'e yazırıq D variantı. 2'də BC aralığında cisim bərabər sürətlə hərəkət edir. Ona görə impulsda kinetik enerji də dəyişmir. Ona görə burada CY variantlarını yaza bilərik. Sonra 3'ə baxırıq. 3'də CD aralığında burada yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət etdiyi üçün kinetik enerji də impulsda artmalıdır. Kinetik enerjinin artdığı var B variant. Ona görə 1D, 2CY, 3'də də B variantı olacaqdır. 99-cu sual. Koordinatın zamandan asılılıq qrafikləri və ifadələr arasında uyğunluğu müəyyən edin. Bax, bu birincisi bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə kinetik enerji artır, eyni zamanda impuls da artır. İkincisi bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə impulsda kinetik enerji də sabit olmalıdır. Üçüncüsü isə burada hərəkət yoxdur ümumiyyətlə. Koordinat dəyişmirsə hərəkət yoxdur. Hərəkət yoxdursa cismin kinetik enerjisi sıfıra bərabərdir. A variantında deyir kinetik enerji azalır. Bu heç birinə uyğun gəlmir. 1B'de 2Y, 3'də də C variantı olmuş. Oldu. 100-cü sualda koordinatın zamandan asılılıq qrafikləri və ifadələr arasında uyğunluğu müəyyən edin. Birincisi bərabər yeyinləşən hərəkətdir. Yəni sürət artır, eyni zamanda kinetik enerji də artmalıdır. İkincisi bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə kinetik enerji və impuls sabit qalmalıdır. Üçüncüsü isə hərəkət yoxdur. Hərəkət yoxdursa sürət sıfıra bərabərdir. Eyni zamanda kinetik enerji də sıfıra bərabər olmalıdır. B variantında deyir sürət azalır. Bu heç birinə uyğun gəlmir. Sürətin azaldığı burada yoxdur. Növbəti sualda düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafikinin hissələri və ifadələr arasında uyğunluğu müəyyən edin. Baxaq görək. Biraz bunu kiçiklədək. Aha. 0T1 aralığında bax 0T1 aralığı düzxətli bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkət olduğu üçün cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. 1'e yazdıq A variantı. Sonra düzxətli bərabər sürətli hərəkət etdiyi üçün cismin kinetik enerjisini dəyişmir, bura yaza bilərik. T1 T2 aralığında cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkət etdiyi üçün qüvvə ilə sürət eyni istiqamətdə yönəlməlidir. Eyni zamanda yeyinləşən hərəkət etdiyi üçün kinetik enerji artmalıdır. T2 T3 aralığında isə bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkətdə qüvvə ilə sürət əks istiqamətdə yönəlməlidir. Yəni C-ni də buraya yaza bilərik. 1AD, 2BY, 3'də də C variantı olmalıdır. Gəldik 102-ci suala. Cismin kinetik enerjisi sabit qalır və 0'dan fərqli olur. Bu düzxətli bərabər sürətli hərəkətdir.
Sonra çevrə üzrə bərabər sürətli hərəkət varmı? Var. O da buraya aid olur. İkincisi artır. Bərabər yeyinləşən hərəkətdə artır. Bərabər yeyinləşən hərəkətdə sürət artdığı üçün kinetik enerji də artır. Sonra bərabər yavaşlayan hərəkətdə isə sürət azaldığı üçün kinetik enerji də azalır. Y variantı heç birinə uyğun gəlmir. Davam edirik 103-cü sualla. Uyğunluğu müəyyən edən cismin kinetik enerjisinin zamandan asılılıq qrafikinin AB hissəsində. Bu hissə bərabər yavaşlayan hərəkətdir. Kinetik enerji azalırsa cismin impulsu da azalır. B-ni yazdıq burada. Cisim bərabər yavaşlayan hərəkət edir. Y-ni də yazdıq burada. Deməli 1 oldu B-yi. 2-yə baxıram. B-si aralığı yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət olduğu üçün impuls artır. Eyni zamanda nəyi aid eləyə bilərik? Bərabər yeyinləşən hərəkət D-ni də burada aid eləyə bilərik. CD aralığında kinetik enerji dəyişmirsə, cismin impulsu da dəyişməməlidir, sabit qalmalıdır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.